Ata deyir, oğlum durğuzurdu, alim idi. Oyadırdı ki, dur gedək gecə namazı qılaq Nəcəfdə, hərəmdə, Həzrət Əlinin hərəmində. Deyir ki, tənbəllik eləyirdim durmağa. Neçə dəfə durmadım. O da deyir, mənə çox mərhəmətlə, bəzi atalar kimi yox, özü namaz qılır, gəlir çomaqla uşağını durğuzur ki, dur namazdır falan. O şəkildə olmaz. Deyir, çox yumuşaq tərzdə deyirdi, oğlum, xahiş edirəm, dur, gedirəm hərəmə, sən də gedə bir şirkət gecə namazı qılaq falan. Deyir, durmurdum. Bir dəfə deyir, axırda güclə, bəla ilə durdum, turşumuş üzlə, narazı ifadə ilə, belə ki, məni qoymadın, yatam, getdim, deyir, getdi, hərəmə çatanda qapısına, gördük, dilənçilər oturub, əl açıb dilənirlər. Deyim, mənə baxdı, dedi ki, oğlum, bu dilənçilər görsən, səhər vaxt, gecə vaxtı yuxularına haram qatıblar. Yəni, oyanıblar. Gəliblər bu ümidlə ki, keçən bəlkə nəsə verər. Heç kəs də söz verməyib onlara ki, gəlin sizə pul verəcək. Ümidlə gəliblər ki,